Hörmətli izləyicilər, sizlərə məlumdur ki, mən sosial şəbəkəyə saqqallarlıqla bağlı çıxdım. Sonra da belə bir fikrə düşdüm ki, gəl Allahla bağlı olan məsələlərindən də burada açıqlama ver. O boyda bəyənməni Alikə görə yığmışam. Allahla bağlı danışdıqlarıma heç də bəyənmə yığmadım, sizləri qınamıram. Nəinki yığmadım, məqsədiyə qoyuldum, tənqid atəşinə tutuldum. Eybi yoxdur, sizlərin yerinə ilə mən də olsam, o fikirdə olardım. Bugün də Allahla bağlı biraz danışmaq istəyirəm, istəyirsiniz inanın, istəyirsiniz də heç inanmayın. 90-cı il idi, mənim də 35 yaşım var idi, 9 bacıyıq, 8 ailə qurmuşdu, məni də dindirib söylədən olmadı, öydə qalmışdım. Allah Taaladan bəndə əlinlə mənə çörək göndərilmişdi. Bir gün çörəyə baxanda gördüm, çörəyin üstünə bax bir belə qara sap qoyulubdu. Tulladım, sabah gördüm sap yenə gəlib. Tulladım, gördüm sabah yenə gəlib. Qısa söz, 2 ay bu sapı tulladım, yenə gəldi. Bir çamadan götürdüm, içine parça sərdim, çörəyi ortasına qoydum, ağzını qıfılladım, açarı qoydum cibimə. Dedim, indi gəlin, görüm hardan gəlirsiniz. Sabah ədəb ərkənlə, açarla, çəmədanın ağzını açanda gördüm, həmən sap üstündə durur. Dedim, mən yoruldum, deyən siz yorulmadınız deyib, bugündən atmayacağım dedim. Sapı tullamadım, sabah baxanda gördüm, sap başından azca ağarıbdı. Qısa söz, 2 ay sapı attım gəldi, 2 ayda sap ağara-ağara gəlir. Bir axşam yerimə yatmağa gedəndə dedim, bu gecə yatıb qalxanda görəcəm, sap tam ağarıb. Görək indən belə nə olacaq. Dediyimlə qarşımda bir qız peyda oldu. Qız deyimdə həyatımda elə gözəl görməmişəm. Orta boylu, nazik belli, gözəl baldırı, ayağında şpulka tuflu, əynində qırmızı güllü şifon don, saçı buradan dalğalı, əlində bir dəstə gül var. Çalışır sifətini göstərməsin, gülü belə tutur. Güllər səpələndikcə arasından gözlərini görə bilirim, da deyiləsi gözdür, dünya gözəlidir. Qız dedi ki, ömürlük sana ali həyatı yoxdur. Mən belə istəyirəm. Dedim, canınız sağ olsun. Deyəndə, qapıdan çıxanda əlini atdı, ışığı yandırdı, çıxdım. O ışığa yanmaq demək olmazdı. Sanki zəif közərti oldu. Elə bil birdən yuxudan ayıldım. Bu nə idi? Əlimi qapıya atdım, qapı qıfıllıdı. Və bu hardan gəldi? Bəs mən niyə qorxmadım deyək? Ya Rəbbi, məni bir titrətmə tutdu, bir titrətmə tutdu, bir əsmə tutdu, şaq-şaq əsirəm. Güzgünün qabağından keçəndə bəyək ki, qorxu yalan oldu. Özümdən qorxdum. Ay ilahi, mən yaşıl idimmi, göy idimmi, sarı idimmi? Elə bil, arıq çirkin bir qızın köhnə meydinə baxıyırdım. Özümdən o dərəcədə qorxdum. O gecəni səhərətən yatmadım, yerimin içində otdum, şaq-şaq. Səhərətən əsmişəm. O gündən də otağımdan qorxdum. Bax, bugünkü söhbətim də bu qədər. Hələlik sağ olun.